Kamança özü də insan səsinə bənzər olduğuna görə, yəni ona görə kamançanı seçdim. Çünki kamança insanın səsindən ifa edəcəyi bütün musiqiləri demək olar ki, onu ifadə edib göstərə bilir. 2023-cü ildə İslam Əməkdaşlıq Təşkilatının 5-ci konfransının qal konsertində uğurla iştirak etmişəm. COP29 çərçivəsində keçirilən əhəmiyyətli tədbirdə uğurla iştirak etmişəm. Almaniyada, İtaliyada, İsraildə, Minskdə, Türkiyədə ölkəmizi təmsil etmişəm və hətta Türkiyədə 3 dəfə birincilik, bir dəfə isə Grand Prix ilə təltif olunmuşam. ...27 may 2002-ci ildə anadan olmuşam. Ailənin ilk övladıyam və ailədə təkcə musiqi ilə məşğul olan mənəm. Məndən başqa 4 bacım var. 3-ü məktəblidir, biri isə hələ bağça yaşındadır. 2009-cu ildə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 saylı internet məktəbinə daxil olmuşam. Daha sonra həmin məktəbin nəzdində olan 38 saylı musiqi məktəbinə daxil olmuşam. Həmin məktəbdə İsmail müəllim və Sevinç müəllimdən dərs almışam. Müəllimlərimin sayəsində qərar aldım ki, Azərbaycan Milli Konservatoriyasına daxil olum və 2021-ci ildə imtahan verərək Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Əslində mən uşaqlıqdan vokal sahəsi ilə maraqlanırdım. Kamança özü də insan səsinə bənzər olduğuna görə kamançanı seçdim. Çünki kamança insanın səsindən ifa edəcəyi bütün musiqiləri demək olar ki, onu ifadə edib göstərə bilir. Dahi ifaçımız, xalq artisti Habil Əliyevi uşaqlıqdan dinləyirdim. Onun ifalarından sonra mən əslində belə qərara gəldim ki, kamança həqiqətən də gözəl bir alətdir, həm də milli alətdir və insan səsini çox gözəl ifadə edə bilir. İlk dəfə kamançanı alıb gətirmişəm evə. Təzə kökləməyi öyrənirəm hələ. Bir dəfə kamançanın simi qırıldı. Birinci simdə bizdə həssas simdir. Bir dəfə qırıldı. Apardım təzədən müəllimə göstərdim. Sağ olsun müəllim baxıb düzəltdi. Təzim bir də sim saldı. Gəldim evə kökləyəndə bir də qırıldı. Axır bir təhər onu kökləməyi öyrəndən sonra da sim qırmadım. Azərbaycan musiqisi xüsusən muğamlara, muğam improvizələrinə üstünlük verirəm. Muğam improvizələrində hətta insan özünü tapır. Yəni necə? Çünki muğam improvizələri insanın daxilindən nə gəlirsə ifadə edir. Məktəb illəri dövründə də aktiv müsabiqələrdə, tədbirlərdə, festivallarda iştirak etmişəm. Qazandığım uğurlarımın ən əhəmiyyətli hissəsini 2020-2021-ci illər təşkil edir. Bu dövrlərdə mən beynəlxalq müsabiqələrdə iştirak etmişəm. Almaniyada, İtaliyada, İsraildə, Minskdə, Türkiyədə ölkəmizi təmsil etmişəm və hətta Türkiyədə 3 dəfə birincilik, bir dəfə isə Grand Prix ilə təltif olunmuşam. Tələbəlik illərimdə elə birinci kursda oxuyurdum. Müsabiqələrin birində məni bu mərkəz haqqında məlumatlandırdılar. Mən də qərara gəldim ki, gəlin bu mərkəzlə tanış olum. Və mühiti görəndən sonra bu mühiti çox sevdim və istədim ki, mən də komissiyadan keçim. Gəldim və uğurla komissiyadan keçib bu mərkəzin ilk öncə benefisiarı olaraq fəaliyyət göstərdim. Daha sonra bu mərkəzin keçirdiyi tədbirlərdə iştirak elədim. Hal-hazırda təlimçi olaraq fəaliyyət göstərirəm.
bir çox dövlət tədbirlərində, əhəmiyyətli tədbirlərdə iştirak etmişəm. 2023-cü ildə İslam Əməkdaşlıq Təşkilatının 5-ci konfransının qala konsertində uğurla iştirak etmişəm. COP29 çərçivəsində keçirilən əhəmiyyətli tədbirdə uğurla iştirak etmişəm. Mərkəzdən çıxıb evə qayıtdım. Gəldim, telefonu elə belə açdım. Bir də gördüm tələbələrdən ibarət bir qrupumuz var. Gördüm qrupda hamı məni təbrik edir. Mən də başa düşmürəm ki, bu təbrik nə ilə bağlıdır. Oxudum, gördüm yuxarıda yazıblar ki, bəs qrup yoldaşımız Fatimə prezident mükafatına layiq görülür. İnanmadım. Dedim, bəlkə ola bilər də nəsə səhv olar, uşaqlar nəyisə səhv başa düşər. Elə həmin o yazını yazan tələbə yoldaşıma zəng elədim. Dedim, bəs bu məlumatı yəni hardan öyrənmisən? Göndərdi mənə. O qədər möhtəşəm bir hissdir ki, gəlib evdə də bilmədim necə deyim, tam başqa bir hisslər keçirdim. İlk təlimçim Elnur müəllimdir. Zəng etdim Elnur müəllimə xəbər verdim. Allah arzusunda olan, zəhmət çəkən hər kəsə qismət eləsin. Mənə etimadına görə cənab prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Çox sağ olsun ki, bizim kimi gəncləri belə motivasiya edici mükafatlandırır. Bizim kimi gənclərə dəyər verir. Gələcək hədəflərimi sırf musiqi üzərində davam etmək istəyirəm. Özüm kimi bir şagirdi cəmiyyətə yetişdirə bilməkdir. Gənclərimizə belə tövsiyələr vermək istəyərdim ki, özü ilə mübarizə aparıb əvvəlcə qarşısında olan maneəni aşmalıdır ki, yəni özünə qapanıqlıq vəziyyətindən çıxsın. Yəni bu həyatda heç nə asan deyil. Getdiyimiz hədəf yolunda hər cür maneə ilə rastlaşa bilərik. Əsas bizim məqsədimiz ondan ibarət olmalıdır ki, yəni biz o hədəfə çatmaq istəyiriksə, o maneələr bizim gözümüzə maneə kimi görünməməlidir. Əgər bir qərar vermişiksə, o qərardan geri çəkilməməliyik. Belə işlər.